Bu dünyanın sirleri, kaygılı hoş günleri, hiç bitmez ki hayat varsa. Tükenmez arzu dilek, ömrümüze renk verek, şükredek hayat varsa. Gəm etme düşün derin, inan buna her derdin var elacı hayat varsa. Her duygulu bakışta, yağan nurlu yağışta bir məna var hayat varsa. Ol elvan üfüqlərdə, göyərən ümidlərdə sabahlar var hayat varsa. Hayat varsa. Ana, Can. narahat olma. İndi evimiz isti olacaq. Ay oğul. Bu gedişlə deyəsən evimizdə heç nə qalmayacaq. Ana, Can bala. onsuz da xəstəsən. Üstəlik elə bir soyuq da olsun sənə. Bu gün gedib əmimlə danışacağam. Mağazada işləyəndən sonra təzələrini alaram sənə inşallah. Ay oğul. Sən ondan əlini üz mənim bala. Əmin atanın sağlığında bizə bir tikə çörəyi vermirdi. O ki qaldı tükan. O dükan ancaq onun deyil axı. Bizim də orada haqqımız var. Bu gün gedib danışacağam. Ay oğul. Sən hamını özün kimi saf, təmiz, halal bilməmənin balam. İnsanlar çiğ süd əmib oğul. Ana, Ay can. hamımız insanıq. Az da olsa vicdanı olar əmmin. Bitər başa salaram da. Yaxşı mənim balam. Sən özün bilən yaxşıdır anan qurban. Yaxşı, gedirəm ana. Get, Allah köməyin olsun. Ay Allah, sən bizi namərdə möhtac eləmə. Ay Allah, sən bizi heç kimin yanında başı aşağı eləmə. İnşallah. Ay Allah. Əmi salam. Bazar olsun. Bir içeri girəndə bir səs elə də. Ödümü partlattın ki. Ne olub? Ne istəyirsən? Bağışla əmi. Mən, Ne var? Ne istəyirsən? əmi, Hə? vəziyyətimiz elə də yaxşı deyil. Normal bir işdə tapa bilmirəm. Bala. Bilirsən, bizim də bu dükkanda haqqımız var. Yaxşı. Hə bala. Gedirsən, başqa yerdə dilənirsən.
Başa düşdün? Elə bil ki, məndən başqa adam yoxdur ya burada. Əmi, mən dilənmirəm. Mən öz haqqımı istəyirəm. Bu dükanın yarısı mənim atamın deyil. Lənət sənə kör şeytan, ha bala, Nə baş benim aparırsan, hə? Bu əvvələr beləydi, bilirsən? İndi buradakı zəhrimarların, ziflilərin hamısı mənimkidir. Bəlkə sümdün zalı var sənin, hə? Əmi, elə demə, ayıbdır. Mənim beynimi xarab eləmə, Başa düşdün? Özüm bilirəm nəyi necə deyirəm. Çıx deyirəm sənə. Əmi, bəs... Nə bəs də, nə bəs də? Yox, bir əbəsdir. Çıxır mı? Yürü. Yürü. Toxunma mallara. Yürü. Əmi, mənə də olmasa anama yazığım gəlsin. Mənim nəyim lazım, bala, sizə yazığım gəlsin. Sizin dəriniz mənə qalıb. Anam qardaşını çərədib öldürdü, indi mənə öldürmək istəyirsiniz, bala. Anam haqqında belə danışma. Anam heç kimə heç nə eləməyib. Nə danışıram mən sən anan haqqında? Sən anamı mənə tartdırırsan? Ağzını təmiz saxla. Mən özümə səndən söz güləşdirməyə yaraşdırmıram. Gelin burada, gel. Küçük. Bana bax, özünə yaraşdırmır söz güləşdirməyi. Qoduq. Gələrəm sizə dayan. Hara gedirsən qızım? Ata, Nəzir xala gilə gedirəm. Kömək eləyəcəm ona. Afərin qızım. Yaxşı, bəs niyə belə bayram paltarı geyimsən? Bunlar çoxdan köhnəli bey ata. Dayıdan təzə paltar istəyirəm də. Yox, həyat elə demək istəmədim. Yaxşı, hara gedirsən get. Amma ehtiyatlı ol ha. Özün görürsən ki, səni istəyənlər çoxdur. De get. Evdən güclə çıxdım. Az qalmışdı ki, atam başa düşsün hər şeyi. İndiyə qədər elə bilirdim ki, dükkandan pay götürəcəm. Amma o da alınmır. Bilal, Nəsə olub Şüküfə? deyirəm, bizə çoxlu elçilər gəlib gedir. Hər dəfə bir şey fikirləşib, bəhanə uydururam. Bəlkə deyirəm, bizə elçi göndərəsən. Elçiləmək çətin deyil, Bəs sonrası necə olacaq onu düşünürəm. Nə işim var, nə gücüm. İnşallah bir iş taparsan da. Hardan? İnşallah bir şey taparsan. Allah köməyin olacaq. Amma bu işi gecikdirmək olmaz. Yaxşı Şüküfə. Anamla danışaram. İnanmıram ki, razı olmasın. Bismillah. Kimdir? Açın kapını! Ay Allah, ne Açın bu olur zehrimar kapını Açın. da! El çekin benden. Başa düşürsün benden el çekin. Oğluna geçin günde gelmesin üstüme. Ha baba neyliyim benim oğlum sana? Ben Selçuk neyim ha? Neyim ben Selçuk? Vaktinde kardeşimi çerredip öldürdün. Onun beynini harap eləmiştin. İndi oğlun başlamışsan beynini yemeye. Elə deme İdris. Benim ne pisliyim deyip sana ha? Kes sesini! Özden sızıldama! Kasına dönsen! Cemaatin yazık gelsin hele bir! Axı sen bize ne vermişsen alabilmirsen ha? Biz öz hakkımızı isteyirik de. Axı senin o yetim kardeşinin balasına hiç yazgın gelmir İdris. Az ben Selçuk milyoncusu adam ha? Günde bir yetim doyuzdurum seni ha? Hey! Bir de benim zəhmətimə, benim dükkanıma, benim malıma göz diksən ha! Sonra ben neyinci bil? Heyasız! Ay Allah, sen kömeğimiz ol ay Allah. Bilal, burada ayrılaq. Atam səni görməsin. Yəqin indi pəncərədən baxır. Yaxşı. Amma dediyimi yadından çıxarma. Nə olursa olsun sən mənim olmalısan. Sağ ol. Sağ ol.
Xoş gəldin mənim balam. Xoş gəldin Bilal. Necəsən ana? Belə də yaxşıyam ay oğul. Otur görüm. Nə olub? Hə? Ay oğul, nə olub? Bir təhər səni sözdə adam oxşayırsan. Bu gün getdim əmmin yanına. Keçi kimi inatdı. Pisliyindən də əl çəkmək istəmir. Sən fikir vermə mənim balam, fikir vermə. Onun pisliyi bir gün qabağına çıxacaq inşallah. Ana, pisliyin də onun qabağına çıxana kimi bizə pislik eləməlidir. Nə olub? Hə? Sözdə adam oxşayırsan. De görüm, Hə ana, de. bir söz demək istəyirəm. Mən Hə. Hə, ürəyim çəkildi ha. mən evlənmək istəyirəm. evlənmə. Hə ana, Kiminlə? Şüfə ilə, Bəhul əminin qızı ilə. Oğlum. Əgər sənin xeyir duan varsa. Əlbəttə mənim balam. Əlbəttə mənim xeyir duam var. Amma deyirəm, yaxşı fikirləşmisən. Hə, əlbəttə ki ana. Çox gözləmək, uzatmaq istəmirəm. Məncə elçi getmək lazımdır. Yaxşı oğlum. Gedərik də, alarıq da. Allah xeyirli eləsin. Can balam, nə yaxşı, nə yaxşı. İnşallah yaxşı olar. İnşallah. Qızım, nə oldu? Qonağa belə qulluq eləyərlər. Harda qaldın? Gəlirəm ana. Gəl, gəl. Güneş sabah üçün mülayimləşəcək. Gecə 13, gündüz 14 dərəcə isti olacaq. Maraqlanırsınız, həmişəki kimi öz kontinental iqlimi ilə fərqlənən Naxçıvan Muxtar Respublikasından başlayaq. Burada gecə hava aydın keçəcək, gündüz Xoş gəlmisiniz. Xoş gördük. Sağ Çay ol. için. Buyurun. Sağ ol qızım. Xoşbəxt olasan. Sağ ol qızım. Buyur ata. Dəyişkən buludlu hava şəraiti üstün olacaq. Az yağış yağacaq, gecə sakit hava şəraiti müşahidə olacaq, ancaq gündüz dəyişkən buludlu olacaq. Bəhlul qardaş. Bu qəsəbədə neçə ildir yaşayırıq. Bir-birimizi də yaxşı tanıyırıq. Şükufəni də mən uşaqlıqdan lap yaxşı tanıyıram. Bəhlul qardaş, Allahın əmri ilə sizin qızınızı oğluma gəlin istəyirəm. Mən də istəyirəm ki, qızımın yaxşı ev olsun, ailəsi olsun. Amma mənim bildiyimə görə Bilalın iş yeri yoxdur, işləmir. Yox, bilirsiniz, hələ ki yoxdur. Amma işləyəcək Allah qoysa. Bilirsiniz, qız atası olmaq çox çətindir. Bilalı tanıyıram, çox təmiz və dürüst oğlandır. Amma bir işlə məşğul olmaması məni çox narahat eləyir. Ona görə də ona qız verə bilmərəm. Məni düz başa düşün, ha? Ay oğul, ay bala, biraz sakit ol oğlum. Sakit ol mənim balam. Necə oldu ana? Hamı bizə qarşıdır. Əsəbləşmə oğlum, biraz sakit ol, sakitləş. Niyə axı əlimizdən tutan bir adam yoxdur? Atam rəhmətə gedəndən sonra hər şeyimiz məhv oldu. Oğlum, Mənim evlənməyimdə pis nə var ki? Namusla, vicdanla ailə qurmaq istəyirəm. Axı burada nə var ki? heç nə yoxdur ay oğul. Biraz səbirli olmaq lazımdır. Səbirli ol deyirsən ana. Sakit ol. Amma dəli şeytan deyir ki, gəl Bəsdə ay tutalım. bala, otur, otur. Bax, qulaq as. İnsan gərək səbirli olsun. Allahdan ümidini üzməsin. Allahdan ümidimizi üzsək, Allah bizim qabağımıza xeyir çıxarmaz. Get özünə iş tap. Yaxşı, təslim olma heç kimə. Yaxşı mənim balam. Yaxşı ana. Sənə qurban olum, oğlum mənim. Hər şey yaxşı olacaq.
Nə lazımdır? Salam. Salam. Mənə Məmməd usta lazımdır. Hansı Məmməd? Məmməd Həsənov. Buranın yiyəsi. Atamın əvvəlki dostuydu. Məmməd müəllim? Məmməd müəllimi deyirsən? Bir il bundan qabaq rəhmətə gedib. Buranı da mən işlədirəm. Niyə axtarırsan ki onu? O atamın dostu olub. İndi gəlmişəm iş axtarıram. Bilirsiniz, mən peşə liseyinin məzunuyam. Mühərrik mütəxəssisiyəm. Lap yaxşı. Lazım olsa işləyə bilərəm. Yox bala, yox. Sizə aid hələlik iş yoxdur. Əlaqə saxlayarsan, iş olanda deyərəm sənə. Yaxşı o. Çox sağ olun. Sən də sağ ol. Oo. Necəsən? Çox sağ ol. Necə olacam? İş axtarıram. Bəs dükana nə oldu ki? Bizim dükan deyil o da. Nəsə uzun söhbətdir, danışmağa dəyməz. Gör nə deyirəm. Məşğulluq idarəsində SV qəbulu başlayıb. Get bir blank doldur, sən də at ora. Bəlkə sənə də nəsə bir iş çıxdı. Doğrudan? Hə. Çox sağ ol Sərxan. Gedərəm, mütləq gedərəm. Yaxşı, oldu. Görüşərik. Hələlik. Oldu, sağ ol. Sağ ol. Salam. Salam. Mənə də bir blank verin zəhmət olmasa. Buyurun. Bu blanklar hamısı boş şeydir. Sənin universitet diplomun var? Yox. Onda niyə doldursan bu blankı? Ya gərək bura düzəlmək üçün dayın olsun, ya da ki... Mənim dayım burada işləyir. Onun üçün mən də buradayım. Daydaşsız olmaz. Özünü allatma. Nə qədər əziyyət çəksən də heç nə əldə eləməyəcəksən. Sənin kimilərə yəsiz deyirlər, yəsiz. Sabah Məlahət xanım gəlməyəcək. Yox, sabah Nazim üçün elçi gedirlər. Nazim üçün? Hə. Kimi almaq istəyirlər? Bəhlulun qızı Şüküfəni. Hə, onda Şüküfə kefdədir ki, var dövlətin içində üzəcək. Şüküfə yaxşı qızdır. Allah xoşbəxt eləsin. Hə, Allah xoşbəxt eləsin. Sənin üçün olsun ay qızım. Çox sağ olun. Amin, amin. İnşallah. Bir işlə məşğul olmaması məni çox narahat edir. Ona görə də ona qız verə bilmərəm. Onda Şüküfə kefdədir ki, var dövlətin içində üzəcək. Özünü allatma. Nə qədər əziyyət çəksən də heç nə əldə eləməyəcəksən. Sənin kimilərə yəsiz deyirlər, yəsiz. Allahım, sən hər şeyə qadirsən. Mənsə səbirsiz və zəif qulunam. Günahlarım çoxdur. Amma tək sığındığım sənsən. Nə olar Allahım, məni tək, yiyəsiz, arxasız qoyma. Məni tapdanmağa qoyma. Məni halal yola yönəldi Allahım.
Ne oldu buna? Bilmirəm, heç başım da çıxmır bu zibildən. Qaldıq çölün düzündə. Görəsən nə oldu buna? Getdiyimiz yerdə birdən-birə buna nə oldu? Nə bilim. Tərsliyə bax, Salam. Aleyküm salam. Kömək lazımdır. Buralarda bir usta tapmaq olar. İcazə versəydiniz mən baxardım. Buyur bax oğlum. Harda qaldı bu? Düzəldi deyəsən. Bir yoxlayın görək. İşlədi. Çox sağ ol oğlum. Bir şey deyil. Çox sağ ol oğlum. Təşəkkür edirəm. Harda işləyirsən oğlum? İndi işləmirəm. Amma bu yaxınlarda başlayacağam. İndi iş tapmaq çox çətindir. Sənin diplom var oğlum? Yoxdur. Amma bilirəm ki, iş tapacağam. Hardan bilirsən? Kimə sarxayınsan? Allahıma axıyla. Ona söykənmişəm. Allah onu uzanan əlləri boş qaytarmaz. İnşallah. Çox sağ ol. Sağ ol. Sağ ol oğlum. Allah köməyin olsun bala. Neçə gündür ki sənə dua eləyirəm. Allah sənə kömək olacaq. İnşallah. İnşallah ana. O hər şeyin sahibidir. Allah bəndəsini daşıya bilməyəcəyi bir yüklə yükləməz. İnşallah. Xeyirli xəbərlər gətir mənim bala. İnşallah. 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 Ay Allah, sən xeyirli xəbərlər elə. Yaxşı olar. Biz bu sınağı təmiz eləməliyik. Bu iş üçün nə qədər vaxt sərf eləmişik. İndi onun bunun qohumunu götürsək, bəs sonra nə olacaq? Düz deyirsiniz. İşə qəbul imtahanlarının cavabları çıxıb.
ədalətli və düzgün seçim etmişik, hə? Bu bizim işimizdir və borcumuzdur. Elədir. Aa, sizi tanıdım. Salam oğlum, salam. Salam. Siz burada işləyirsiniz? Bəli. İmtahan vermişdin. Nəticəsi necə oldu bəs? Yaxşı olar inşallah. Amma elə bilmirəm. Ümidin var? Bu qədər adamın içində çətindir. Amma ümidim var. Bax cavan oğlan, məğlub olsan da ümidini heç vaxt itirmə. Sənin adın nədir? Bilal. Bir dəqiqə. Bilal dedin? Hə. Deyən görüm. Soyadın nədir? Əhədov. Bilal Əhədov. Nə olub ki? Sən imtahandan yüksək nəticə almısan. Doğrudan? Nə danışırsınız? Hə, əlbəttə. İndi iş tapmaq çox çətindir. Sənin diplom var oğlum? Yoxdur. Amma bilirəm ki, iş tapacam. Hardan bilirsən? Kimə sarxayınsan? Allah'ım arxayına. Ona söykənmişəm. Allah onu uzanan əlləri boş qaytarmaz. Allahın sevimli qulusan, Bilal. Hə ana. Bilal, oğlum, Əmin xəstəxanadadır. Necə? Hə, xəstəxanadadır. Əmim xəstəxanadadır? Hə, oğlum, hə. Niyə? Dünən axşam dükanı yanıb. Dükanı yanıb? Hə. Bəs sən hardasan? Mən də Əminin yanındayam, xəstəxanada. Xəstəxanadasan? Hə, oğlum. Yaxşı, mən də gəlirəm. Gəl. Düşün derin, inan buna her derdin var elacı. Həyat varsa, her duygulu baxışda, yağan nurlu yağışda bir məna var. Həyat varsa, al əlvan üfüqlərdə, göyərən ümidlərdə sabahlar var. Həyat varsa, həyat varsa.